Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Müdafiə Nazirliyinin Yanğından Mühafizə İnspeksiyası Cəmşid Naxçıvanski adına hərbi liseydə birgə təlim keçirib. Təlimə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə Xidmətlərinin müvafiq canlı qüvvə və texnikası cəlb edilib. Təlimin keçirilməsində məqsəd hərbi liseyin müvafiq heyətinə, həmçinin zabit və kursantlara fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, bu kimi müəssisələrdə mümkün yanğın zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub. Tədbirin nəzəri hissəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin təlim iştirakçılarına ilkin yanğın söndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, onların sualları cavablandırılıb. Təlimin praktiki hissəsində müəssisə ərazisində şərti yanğınla əlaqədar həyəcan siqnalı verildikdən sonra liseyin əməkdaşları və kursantları tərəfindən yanğına ilkin müdaxilə edilib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri isə operativ qaydada hadisə yerinə çataraq zərər çəkmişlərin təhlükəli ərazidən təxliyə edilməsi, yanğın yerində çevik kəşfiyyatın aparılması və yanğının söndürülməsi əməliyyatlarını yerinə yetiriblər. Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarına maarifləndirici materiallar təqdim olunub.